Axşamınız xeyir qızlar, necəsiz? Biz şükür Allaha yaxşıyıq. Allaha şükür yaxşılıqdır. Neçə gündür video paylaşa bilmirdim. Üstünüzə sağlıq, xəstə idim, tam düzəlməmişdim deyib. Ona görə video paylaşa bilmirdim. Maşallah bu güllərini çox gözəl açıb. Yoldaşım olan gül də hər gün, yəni demək olar çiçək açır. Çox gözəl güldür. Çox xoşuma gəlir mənim güllər. Onun üçün yoldaşım da bilir ki, mən güllər sevirəm. Kızlar, mən də dolabımı sərgiyə salmışdım. Dedim sizə də çəkim, göstərdim. Hər yeri geçən sərgiyə salmışdım. Bütün paltarların hamısını ütüləmişdim. Uşaqların çıxıl pastinasını dəyişmişdim. Onların hamısını qurudub ütlədim. Maşallah neçə gündən də qutu gözəl hava var. Əsl yaz havasıdır. Dedim sizə də göstərdim. Taxtımız da gəldi. Allah'a şükür. Kızı akşam vaxtı ürəyimə quymaq düşdü. Durub mən də biraz pişirdim. Yaxşı çıxdı, amma ki üzrlü sayın ki mən onu çəkməmişəm. Əslində qası çəkmişdim. Sadəcə niyə düşməyibdi mən bilmirəm. Üzrlü sayın. Qəşəng də çıxdı. Mən belə bişirəm qızlar. Biraz kərə yağı əlavə edirəm. 150 qram, stəkan yarım un, bir də ilıq su. Bir də sarı kök əlavə edirəm. Yanında da belə şəkər tozu, bir də darçın. Darçın əlavə edirəm. Yəni çox dadlı olur. Maşallah çox gözəl çıxdı. Quymağım, qazmağı da qəşəng çıxdı. Özü də yaxşı çıxdı. Dadlı çıxdı. Uşaqlar da xoşladı. İndi qızlar ikinci gündən çəkirəm. Pastellərini dəyişdirdim özümüzün. Uşaqlarınki əvvəlki gün dəyişdirmişdim. Özümüzünkini dəyişdirməmişdim. Taxtımız da gəldi, Allah'a şükür. 6 baz aldı qızlar. Evdə nə qədər artıq pastellərdir, ədyallardır, belə artıq məsələn paltalar vardı, onları məsələn qəbələ aparan paltalarımız var. Onları da hamısını altına yığdım. Çox rahat artıq əşyalar hamısını yığdım. Bu ədyalı da yumuşdum qızlar. Qəşəng hava var idi. Dedim yum, qoy qurusun. Bu qəşəng qurudu.
Qız həmən qapıların üstünü, şkafların üstünü 3-4 gündən bir silirəm. Yayda amma yox. Yayda elə bil ki 2 gündən bir silirəm. Çünki öz bizdə yayda pəncərələr açıq olur, hər yer toz olur. Bakının da küləyi ona görə tozlu olur. Amma qışda yox. Qışda 3-4 gündən bir silirəm. Hətta 5 gündən bir silirəm. Yəni təmiz olur, tozlu olmur. Qıtaburan yığışdı qurtardım. Bu balaca xalçanı yumuşdum. Qoy belə təmiz olsun. Özdə elə yumaqla qurumağa biri olur. Tez də quruyur, nazikdir də. Temodan almışdım. 3 manat 50 qəpiyə almışdım. Qızlar taxtımız da belədir. Mənim çox xoşum gəldi. Özümüz seçimlidir. Bax sizə belə göstərirəm ki, yəni aboy üçün belə aboyun rəngi mavidir. Taxtın başlığında mavi aldım. Biraz otağa rəng qatdım. Belə qızlar. Mənim çox xoşuma gəldi. Qızlar, oğlumu otağına yığışdırdım. Gördüm qapı döyülür. 8 Mart üçün oğlum mənə hədiyyə alıb gətirib. Çox sağ olsun. Qızlar, mən də sizin bayramınızı təbrik edirəm. 8 Mart Beynəlxalq Qadınlar Gününüzü təbrik edirəm. Hər zaman sevib, seviləsiniz əziz bacılarım. Sizə qadın xoşbəxtliyi arzu edirəm. Qızlar, bu xalça o qədər keyfiyyətsiz xalçadır. Bütün hər şey üstündə yapışıb qalır da. Yəni tozlamağın xeyri yoxdur. Təzədən oturub belə sovururam bunun üstünü. Mən bunu Vaçmoydan almışdım. Bu da keyfiyyətsiz xalçadır. İnşallah Allah deyən olsun. Başqa xalça alıb bunu aparacağam rayonda evə. Yəni, çox keyfiyyətsiz xalçadır. Qızlar, bu ayaq altını da yumuşdum. İnşallah bura başqa ayaq altı almaq istəyirəm. Bu balacadır. Biraz istəyirəm böyüyü alım. Qızlar, mən həftədə bir dəfə yuyuram ayaq altını. Çünki bulaşıq görəndə ürəyim darxır. Həftədə bir dəfə yuyuram. Bunu da. Bunu həftədə bir dəfə yox. Hamam üçün. Bunu elə bir 15 gündən bir yuyuram. Amma ayaq altını həftədə bir dəfə yuyuram. Qızlar, mənə maraqlıdır ki, sizə maraqlı gəlir. Mən belə tez-tez ev təmizləmək videoları paylaşıram kanalımda. Mənə maraqlıdır ki, sizi yoruram, yoxsa sizə maraqlı gəlir. Zəhmət olmasa yorumlarda yazarsınız. Mən də bilim ki, sizə maraqlı gəlir, yoxsa sizi yoruram. Mənim özüm çox xoşum gəlir, yəni belə kanallara tez-tez baxıram. Onda mənə həvəsim də olur, durub işlərimi görməyə. Mənə maraqlıdır görüm, sizə də maraqlı gəlir. Zəhmət olmasa qızlar yorumlarda yazarsınız. Mən də oxuyacağam inşallah. Sizə görüm maraqlı gəlir, mən yoxsa sizi yoruram. Qızlar, burada döşəkləri götürdüm. Taxtımızın altı bazalıdır. Oraya yığdım. Bir də buraya sərgiyə saldım.
Qızlar yenə deyirəm, mən buranı hər gün tozlarını hep silirəm. Çünki ürəyim darxır. Bura elə bilirəm ki, ayağımın altına yapışır. Mənə yapışqan gəlir belə, kirişli gəlir. Ona görə yəni buranı hər gün tozlarını da silirəm. Qızlar sizə bir dəfə göstərirəm tozlarını yuyub silməyimi. Əslində qalsa 3-4 dəfə yuyub silirəm. Yəni sizə bir dəfə göstərirəm ki, siz də yorulmayasınız. Onun üçün bir dəfə göstərirəm. Amma əslində qalsa 2-3 dəfə yuyub silirəm. Həm də mən belə porsiyan dərmanlar almışam. Onlardan istifadə edirəm. Sirkə də qatıram. Belə qızlar. Qızlar işləmini də qurtardım. İndi iftara hazırlıq görürəm. Yoldaşım meyvə almışdı. Onları dedim yuyub qoyum. İftarda yeyərik inşallah. Belə qızlar. Yemək pişirməmişəm. Yoldaşım yemək zakaz vermiş. Kebab zakaz vermişdi. Onun için yemək pişirməmişəm. Rahat da bugün işlərimi gördüm. Özünüzdə bizdə qadınların ən yaralı yerdə yemək. Nə pişirəsən, hamı razı olsun, hamı iştahla yesin. Yoldaşım çox sağ olsun, kebab zakaz verdi. Mən də bugün yeməkdən rahat oldum. Rahat işlərimi gördüm, paltalarımı rahat yudum, astım. Etdim qoy iftara da süfrə açım.
ışık var. Bir tane var. Kızlar ışıqlarımız hala yanmır. Şotçuyumuz partlayıb. Hələ birinci də belə bir şey görmüşük. Akşam süfrəsini açırdım. Birdən-birə şotçu partladı aşağıda. Telefon ışığına oturmuş. Uşaqlar oyun oynayır. Darıxırlar. Kızlar sağ olun. Allah'a emanet olun. İnşallah sabah görüşərik. Mən dəstək olmağı unutmayın. Abunə sayım çoxalsın. Mən də həvəsim olsun ki, görüm ki, abunə sayım çoxalır. Mən də hər gün video paylaşım. Əziz bacılar, mənə yorumlar yazarsınız, bəyənmə atarsınız inşallah. Hər birinizə indidən minnətdaram. Hər birinizə Allah canını sağ eləsin. Allah razı olsun.